İndi migruli hazırlayırıq. Yəni meqre xaçapurisi 2 qat. Həm içində, həm də üstündə olan pendirlisi. Sonra da ki, acar sayağı xaçapuri hazırlayacağıq. Yəni sonra deyəndə ardıcıllıqla eləyirəm. Bugünkü günümüz Gürcü mətbəxinə aiddir. Salyanka, isti yemək və xaçapuri. Xəmirimizə əlavə heç bir şey. Qəşəng mayonezli, yağlı xəmir yoğururuq. Xəmir biraz didilən slayonlu kimi olmalıdır. Mayonezdən yoğurmuşuq. Tərkibində mayonezi var, yağı var. Resepti paylaşa da bilərik. Sonra yazarıq, küfür kimi paylaşarsınız. Hazırlayaq. Çəkin, burada paylaşın. Zəhmət pendiri verin mənə. Pendirlərimiz neçə cür pendirin qarışığıdır. Əsasda əriyən pendir olmalıdır. İndi bizdə sulquni olmadığına görə biz Holland pendirindən istifadə edirik. Ümumiyyətcə Gürcünün sulquni pendiri vurulur. Əriyən pendir. Görsünüz də o hələ bir ki, xəmirin cadar hissələri içəri qalır ki, üzü hamar görsənsin. Çox gedir. 250 qramdan 300 qrama yaxın pendir gedir içinə. Qıraqlarını da fikir verin. Yəni, xəmiri çox bərk kütləmırıq. Az-az yığırıq əlimizə. Hə, ortaya gətiririk. Yəni, hə. Amma tam bir-birinə yapışdırmamış. Niyə görə deyirəm? Çünki onun hamısını bir şey eləyəndə, küt tutanda orta qalın olur. Sonra bu xəmiri gətirdiyimiz dodaq hissələrini yapışdırırıq bir-birinə ki, burada xəmir küt qalmasın. Hə. Bunu əllə də bacaranlar yaslayıb aça bilər. Bacara bilməyəndə katalka vasitəsilə səliqə ilə yayırıq. Biz bunu listlərə qoyacağıq indi. İçində havanı sonra şeydir. Vilkalayıb çıxartırıq, hə. Eyni hər tərəfli. Zəhmət olmasa oradan yuxarıdan listlərdən ver. Bu migruli xaçapuridir, bax. Hə. Bir də bunu belə eləyirik, belə. Partladı, yox. Onun içinin havası çıxdı. İndi biz bunu listə qoyandan sonra yumurta çəkəcəyik. Bizim burada tək, yəni tərkibində heç bir şey olmayan Holland pendirimiz var. Onu vuracağıq. Hə. Bu təmizliyi bulan ki, hər. Gör orada fərqə varsa zəhmət olmaz. Hə, mən ümumiyyətcə yayanda katalkadan istifadə eləmirəm. Sizə görə prosta başa salırdım, elədim, amma əslində belə olmalıdır. Hə.